Hansı müğənnini bir dənə xahiş edirəm, nümunə göstərin ki, atasını, anasını qocalar evinə qoyub. Görsələ bilməzsiniz. Amma baxmayanlar var. Hansı uşaqlar, hansı müğənnini göstər ki, Düzdür. uşaqlarını Düzdür. uşaq evinə qoyub. Niyə müğənninin yaxşısı niyə yoxdur ki? Mən müğənni qız alaram. Onu da araşdıraram. Hər hansı bir qızı araşdırmırsınız evləndirəndə. Ailəsini araşdırmırsınız, müğənnini də araşdırın da. Nə var ki? Bakı balaca şəhərdə, Azərbaycan balacadır. Araşdırın görək nədir? Heç valla müğənni olmayanların belə hamısı aydan arı sudan durdu ki. Başqa sahələrdə başqa hərəkət edənlər yoxdur. Müğənnisi də elə, müəllimi də elə, injineri də elə, yaxşısı da var, pisi də var. Hansı nöqtəyə yaxınlaşsan, oranı araşdıracaqsan, sonra hərəkət eləyərsən. Müğənni, xahiş edirəm, araşdır. Hara getdi, hardan gəldi. Ümumiyyətlə, belə şeylər mənim üçün profesiya rol oynamır. İnsanlıq rol oynayır mənim üçün. İnsanlıq. Nüşabə Ələsgərli, Azərbaycan Respublikasının əməkdar artisti. Nüşabə xanım, mən sizin fikirlərlə, belə deyim də, belə fikirlərimiz eynidir və üst-üstə düşür ki, bu yaxşı haldır ki, müşahidə etmişsiniz, görmüşsünüz, həmkarlarınızın sırasında, siyahısında deyərdim ki, anasını, atasını, valideynini atan, ondan imtina edən, qocalar evinə qoyan bir kimsə yoxdur. Bu cəsarətinizə görə sizi alqışlayıram. Amma mən çox istəyərdim ki, başqa bir müğənni, xanım müğənni çıxsın. Baxın, necə siz belə fəxrlə deyirsiniz, heç kim öz anasını, atasını atmıyor da, yəni həmkarlarım arasında, müğənnilər arasında. Mən istəyərdim ki, məhz hansı bir müğənni qadın, fərqi yoxdur, elə kişi də olar, amma qadınları deyirəm. Çıxsın, gəlsin, barmağın qatlasın, necə siz deyirsiniz ki, atasını, anasını atan yoxdur, qayğı göstərirlər. Bax, çıxıb gəlib desinlər ki, müğənnilərin arasında bic doğan yoxdur. Bic doğan. Təsəvvürdə gətirin ki, müğənnilər var ki, 4 kişidən doğub. Bax, mən istəyirəm, çıxıb gəlib desinlər ki, heç kim ailə dağıtmır. Hamı subay oğlanla ailə qurub, da gedib məsciddə, orada, burada o qondarma, saxta mollaların əlindən nə bilim, nigaha girmirlər, imam nigahı deyirlər, nə deyirlər buna, molla nigahı deyirlər. Bax, mən istəyirəm ki, bax, başqa bir müğənnilər də çıxsın bunu desin ki, bax, bizim aramızda, müğənnilərin arasında bic doğan yoxdur. Hamısının atası var. Bizim müğənnilərin arasında ailə dağıdan yoxdur. Başqalarının ailəsini, başqalarının ərini gətirir, uşaq doğur, evinə salır, deyir ki, bu mənim ərimdir. Mən sizə alqışlayıram ki, bu yaxşı bir haldır. Mənim dediklərimi də, sizi kimi hansısa bir müğənni qadın belə çıxsın cəsarətlə desin. Sənin fikirlərini, Nüşabə xanım, sizin fikirlərinizi alqışlayıram.